Bax bu Güləbirt kəndi 1957-58-ci illərdə Həkəri çayının sağ sahilində Zahman deyirik də biz. Biraz tap yerdə salınmışdı. İndi gətiriblər bu evləri düz çayın yatağına salıblar. Yəni cəmaatın çox ısrarlı xahişlərindən sonra sağ olsun Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov, Məsim müəllimin çalışmaları ilə, nümayəndəliyin çalışmalarla Şəhər Salma İqtidarı Komitəsi bunun yerini dəyişdi. Məndə olan məlumata görə yəni dəyişmə. Bu tikintini dayandırırlar. Bizim dədə-babalarımız belə ağız adam deyildilər. Yəni onlar bizdən ağıllıydılar. Həmişə kəndi, o belə bir söz var deyir, ilan özünü günə verən yerdə evini tik. Yəni evin gətirib sallar Həkəri çayının yatağına. İndi düzdür, o Həkəri çayı bəndə salınıbdır. İndi bilmək olmaz da, sabah bəndin suyu artır, azalır. Həkəri çayının, o belə deyəli, lor dilən desək, göylə gedən baxları olur. Yəni, yaxşı ki, bunu dəyişiblər. Ziyarərin yarısından. Belə, bura kolxozun bağı idi buralar. Cəmaat burada iftik. Bir dənə çaya yaxın yerdə məktəb var idi. O da belə bu qədər yaxmıqda deyildi. Bax, durduğum yerdən yuxarı, bax, buralar kənd yeridir. Evlərin yeri də hamısı durur. Bir dənə ağıllı adam lazımdır gələr, popkasın bura qoltuğuna. Bizlə gələr, kəndin tanınmış adamlar var, kəndi yaxından tanıyan. Xeyli bu Güləbirt kəndi Laçının ikinci, üçüncü ən böyük kəndidir. Minkətdən sonra ən böyük kəndidir əhalinin sayına görə. Gəlib burada yerləri göstərərdilər də. Bir belə də artıq israfçılıq olmazdı. Belə. Kəndin arxı idi. Hamı arxın üstündə ev tikirdi. Arxın altında da bostanı idi. İndi deməli həmən o arxla, o bostanla çaya tərəf təxminən 500 metrlikdə çayın yatağında evlər tikir. Hansı ki çay orayla axırdı. İndi çay azaldığına görə biraz yatağın belə deyək də dəyişibdir. Şükür ki yarı yolla qayıdılıbdır. Deməli dediyim kimi 1957-58-ci illərdə 7 para kənd deməli yuxarıdan Abbas qışlağıdır, sonra Navızallardır, Orta Obadır, Məzməzəkdir və Güləbirt, Rəfi, Bayram Uşağı da bu sağ tərəfdə. Güləbirt də buradaydı. Bu kəndə burada saldılar. Deməli çayın yatağına yox, çaydan yuxarı baxın, qıraqlar ki var, o tap yerlər. Və kəndin də salınmasını kəndçilər bilirlər. Yəni onu rəhmətli mənim babam Hüseyin Abdullayev o dövrdə imtiyazından istifadə edərək Moskvaya yazdığı ərziyə əsasında kəndin salınmasına icazə verdilər. O vaxtı kəndləri birləşdirmək, salmaq çox çətin idi. Və babam da təlif elədi ki, kəndin adını qoyun 7 kənd. Ya da Qaradağlı, orada Qaradağlı kəndi vardı əvvəl olubdu. Sonra qoymadılar, dedilər onu da gərək xüsusi müraciət olar. Neysə alınmadı. Elə Güləbirt adı ilə də tanındı. Güləbirt adı da Saraşığın əsərlərində də var. Allah dövlətimizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Bu torpaq uğrunda şəhid olan, minlərlə olanlarımız var. Hələ qəbirləri naməlum olan, qəhrəman olanlar var. Allah bu döyüşdə iştirak eləyən və abırını hər şeydən üstün tutan, abırına bükülüb hələ heç problemlərini də dilə gətirməyən qazilər var. Allah bütün qazilərimizi qorusun. Allah qətiyyətli Ali Baş Komandanı qorusun ki, bu öz qətiyyəti ilə, öz qətiyyətli siyasəti ilə torpaqlarımızı işğaldan açadı. Mənim dilim dualıdır hamı kimi. Mən nə qədər ki sağam, dua eləyəcəm. Allah var eləsin dövlətimizə.